Mən üçün fərq eləmir. Sən kimi istəyirsən gətirə bilərsən. Mənə sadəcə pasaportunu at. Ki Niko yazır. Koşacağım da koşsan Sevinç xanımı koşmuşam. Niko biraz onu da qoşun, problem yoxdur. Yo, dalaşaq eləyərsən olamaz. Yo, dalaşmaz. Gəl burada sənə qəşəng check-up eləyək bizim xəstəxanada burada. İnşallah. Yox, mən kapsellərə də getmək istəyirəm. Hər yerə səni gəzdirdirəcəm, narahat olma. Təşəkkür edirəm. Uşaqlar gedirəm. Bir həftə, 5 gün yoxsa bir həftə dediniz? Nə qədər ürəyini, dönüş bileti ver, nə vaxt istəsən o zaman alacağıq. Gəlişi alacağıq, dönüşü açıq qoyacağıq. Nə zaman qayıtmaq istəsən onda alacağıq. Qayıtışı. Qayıdış sənə bağlıdır. Baxma, ağır söz desəm var ha, Niko. Niko kimdir? Deyirəm. Niko kimdir belə? Ay babuş, necəsən? Sağ olsun, nə tərsin? Yaxşı, birincisi mədəmiyyət falan düşünmə, sənə heç lazım deyil. Sən belə də gözəl göçəksən. Qulaq asa söz deyirəm, ay babuş, sən nə belə yenə qoşmusan, özünü dağıdırsan ailəmi, biz sənə niyə söz sıxırıq, qolu tüklü bir Niyə? O gün bir dəqiqə qulaq asa, ay Niko babuş. kimdir? Niko Ay Sevinç xan, bir kimdir? dəqiqə zəhmət olmasın, bir dəqiqə icazə ver, Nikonu mən mən də danışım. tanıyıram, səhv eləmirəmsə. Hə, canımsız, çox sağ Salam, olun. necəsiz? deyil. Mən Çox sizə sağ ol, yazmışdım necəsiz? əslində. Hə, nə gözəl, çox sağ Salam, olun. necəsiz? Yaxşıyam. İndi bir dənə sual verim sənə, ay babuş, canım mənim. Birincisi, Velizar vergisini ödəyir. Rəsmi formada vergisini ödəyir. O uşaq təkcə özünə baxmır, ailəsinə də baxır, nənəsinə də baxır, mənə də rəsmi işçisi kimi öz üstünə götürüb. Bu adam öz əziyyəti ilə illərdir. Velizar bircə 2 aydır, 3 aydır TikTokda deyirsiniz, o təzə gəlib. Velizar 13 ildir ki, yayıncılıq edir. Başqa bir platformada Türkiyədə o yaşayıb. O rəsmi bir dəqiqə qulaq as. 12 il yaşayıb, səhv eləmirəmsə. TikTok'ta yaşayabilir, TikTok'ta təzə ola bilər. Eskiden Türkiye'de başka bir platformada resmi işçi kimi. Türkiye'de əslində məşhurdur. O Bəli, mən Türkiye'de, Azərbaycanda hal-hazırda Türkiye'de necə çox məşhurdur? məşhur olub. Türkiye'de de belə məşhurdur. Ay baboş, Velizar dünən çıxmayıbdı bura. Yani TikTok, yani sosyal platforma. Ay qardaş, dünən çıxmıyor da Bəs məşhur. qulaq as da, ay baboş, səhv bizim eləmirəm, səndən, yayınları ay baboş, kayıtlar bir dəqiqə çıxdı. deyəm. Biz sunucu Baboş, bir dəqiqə deyəm. Bizim radyo səndən heç bir kanalında. problemimiz yoxdur əzizim. Və yaxşı, mənə problemim yox. Ay baba eləmi. bizim sənə niyə Bəs- ay baba sən anlamırsan. Bax bir söz deyim sənə. Bəzi şeylər var ki, bax insanlar sıxılmasın deyə bir-birinizə nəsə söz deyəndə elə sözlər deyin ki, ən azından belə insanlar desin, gülsün, əylənsin. Dalaşmaqla hara gedirsən? Yəni Mən dalaşmıram ki. bugün gəl reallığı qəbul edək ki, hal-hazırda Azərbaycanın ən çox kütləsi olan insan kimdir? Velizar. Və sən əvvəllər ola bilərsən, sənin kütlən əvvəl daha çox olub. Bunu heç kim danmır. Demir ki, baboşa heç kim tanımır. Vaxtı ikən sən həqiqətən də tanınmış adam olmusan TikTokda. Amma hal-hazırda qulaq as da. Qışqırmıram. Hal-hazırda sən özün də bilirsən ki, yəni hamı sənə bir hörmət edir, səni də çox istəyirik. Sonra da deyirsən ki, ay Velizarın canlısı paneldir. Vallah billah deyirəm. Bax Allaha and olsun deyirəm ki. Amma göz önündədir, göz önündədir ki, panel deyil. Bir söz deyirəm, vallah bir söz. Bax qulaq 105 saat dünya udusudur. Bax mən sənə bir göz söz önündədir, göz önündədir ki, panel Türkiyədə 260 min, 160 min ola bilər. Onların bizdə nə əksiyi var? Biz 100 min ola bilmərik. Yəni bu olan kimi gəlib panel olmalıdır. Bir-birinizin belə dost kimi bir-birinizin tərəfini tutmaqdansa o dəqiqə onu yıxmaq üçün deyirsən ki, paneldir. O panel deyil. Yox sən axı olmayan bir şey Gəlin də deyirsən. Arvaqla danışıq da indi. Gəlin Şakirə canlaşır, Beyaz Bəs canlaşır. biz analizləri 20 min paylaşırıq. adam olur. Analizləri ki panellə paylaşa bilmərik. Ay baba sən TikTok'u bir dünən Yox, qoşmasan. həqiqətən alım. Gəl indi onlar da canlaşır ki, mən Şakirə də canlısına baxmışam. Əşi Şakirə nəyə qatırsan? Şakirə müğənnidir. Bütün ölkə Şakirə Ayşe bax sən əgər həqiqətən də sosial media üzərindən bir yayıncısansa, sən burada artıq müğənniyi, onu, bunu, aktrisan qatmalı deyilsən. Əgər sən influencer, əgər sən sosial platformada, sosial media üzrə əgər bir formalaşmış bir insansansa, bunu elə bir formada deməməlisən ki, o paneldir.
Pulla da panel vurmaq olur, düzdür. Amma statistika deyə bir şey var, analiz deyə bir şey var. O ki, yayın bitəndə analizlər çıxır, onu pulla göstərə bilmirsən. Sən özün də bunu yaxşı bilirsən. O analizlərində hətta paylaşdı ki, insanlar görün ki, mən analiz deyiləm. Yəni analizdə də görünür ki, məndə panel yoxdur. Biz bir dənə panel vurmuruq. Niyə panel vururuq? Mən neyinirəm orada 50.000 yazılması, əgər yalanın 50.000 yazılırsa. Amma yalandan olsa, bütün TikTok'da hal-hazırda kimdə bir dənə video çevirsin, ikinci Velizar, üçüncü Velizar, dördüncü Velizar. Yəni bunu qəbul etmək lazım ki, Velizar hal-hazırda Azərbaycan sferasında tanınır. Yəni sən də tanınırsan, o da tanınır. Onun da sənə hörməti var, sənin də ona hörməti var. O sənə söz soxmur. Sadəcə bəzən bu necə deyərlər, bir şey var da, bir-birinizi anlama şeyi var. Sən istəmirəm ki, belə pis başa düşəsən bizə. Bizim səndən heç bir problemimiz yoxdur. Amma sən mənə demişdin ki, bax mən sənə heç bir zaman söz deməmişdim. Sən demişdin ki, o yanına da yavalayır. Ya o pis mənə. Mən durduğum yerə dedim. Sən bizə nə demişdin? Mən sənə heç bir şey deməmişdim. Yazın ki, sus, onun adını çəkmə, prim vermə. Mən prim vermə söhbət deyil, sən də onu. Niyə sən də dedin, mən də sənin cavabını elə verdim. Misal sənin yanında necə işçin var? İşçin var sənin? Yox. Amma mən onun yanında işçisiyəm. O mənə vergi ödəyir. Mən onun rəsmi şəkildə Niyə baba işçisiyəm. sənin də işçin var yanında bir tane bir oğlum? Yox, mənim dostumdur da. Dostun ola bilər. Sən vergi ödəyirsən, baboş. Vergi ödəyirsən. Nətər vergi? Dövlətə vergi ödəyirsən, qazanmısan da illərlə bu qədər pul qazanmısan TikTok'dan. Vergi Nə bilsən ödəmirsən. ki, demirəm. Hə? Yox, nə bilsən ki, demirəm. Sual verirəm də ödəyirsən. Mən sənə demirəm ki, ödəyirsən, biz də ödəyirik. Yəni burada ay deyirsən, mənim illərlə qazandığım o bir gündə qazan. Bunun ona nə fərqi? Sən bunu söyləməyin belə çox. Bax, mən sənə bir söz deyim, səni onun dilinə gətirməyi. Qoş xeyr və 17 dilinə qaçır ki, baboş TikTok. Ay bala, bu ayrı bir şey. Ay sən anlamırsan, Bax bilsən nədir? Sən ilk başlardan sən O birinci. biraz pis qazanar. Mən əlimi Verizanın qabağına vermişəm ki, Verizan qazanmasın. Sən demirəm, sən onsuz. Verizan nasıl soxur, mənim də təsir eləyir. Əşi sənə kimdir söz soxan? Bizim səninlə deyirəm problemimiz yoxdur ay qardaş. Agar kaydını atırlar, mən sənə Əşi sən adımı direkt bir qulaq as da. Bax bilsən nədir? İnsanlar bəzən bir-birini başa düşməlidir ki, bax dava deyə dalaşla əslində pis bir şeydir. Sən ondansa misal sən özün öz dilindən deyirsən. Arkadaş, Verizan çıxdı danışır ki, ne istiyorsun? Pahalılığımı çekiyorsun. Bak böyle de danışırdı. Pahalılığımı çekirsen TikTok'u yedim bitirdim. Biraz da imkan ver bir kazanır. Ben de dedim ki Ama o zarafat Misal sən az öncə vurguladın ki, yana qulaq as, sən onu bunu boş ver. Az öncə vurguladın ki, onun başının ortası keçəldi. Misal buna dair bir fakt Bəli, o da beləliydi Eldaran. Hadi qulaq as, buna dair bir faktın sübutun var. Misal sən burada hal-hazırda şərböhtan atırsan. Yəqin ki, Niyə? sən olmayan bir şey deyirsən ki, onun o başının ortası yoxdur. Düz deyirəm, başına bir dənə yapışdırıb ki, qara çolkalı Əşi, xeyr, heç nə yapışdırmayayım, ay qardaş, o onun fobiyasıdır. O sevir ki, şapka taxmaq onun ən sevdiyi şeydir. Və o şapkalı, onun 250-dən 300-dən çox şapkası var. O şapka çox sevir. Evdə onun kolleksiyası var. Sən bilmirsən. Çilik bir dəfə Tarkovda küləyə əsmişdi. Papağı Bax, belə şeylər, bu şərböhtan xarakterli cümlələri istifadə eləmək yanlışdır. Danışırsan, düz danış. Deyirsən kişi adamam, kişi adamsansa düz danışmaq lazımdır. Danışırsan denən ki, düzdür, xəbərin yoxdur sənin onun saçından, sən heç həyatda görməmisən. O da səni görməyib. Hətta o sənə ilk dəfə dedi ki, İnşallah baboşun, görərlər bax, bir-birlərini. mənim Sevinç xanım icazə verin. Sən dedin ki, o qayıt dedi ki, mənim baboşun heç bir problem yoxdur. Baboş gələcəm, Bərdədə ördək yeyərik. Sən onun üstünə yenə də barış. Mən də çıxdım, dedim ki, hə, çox sağ ol, mənə təriflədi. Bilməm indi qayd atıblar, yoxsa mən də dedim ki, aramızdakı hər şey bitdi. Sonra Eldarı qoşub, başlaymalı söz atmalı. Əşi, Eldarı, ay baba, anlamadığın şey var ki, bax, deyib gülmə başqa bir şeydir, əzizim, deyib gülmə. Bax, sən, əslində bir söz deyim, əslində bir söz deyim, Velizar gəlin səmimiyyətlə danışaq, Velizar gələndə sən biraz unudulmuş kimi bir şey olduğunda, sən əvvəlki qədər yayınların əvvəlki qədər olmadı da, əslində belə bir növ, bir-birinizlə mehriban olun, nə yaxşı. Sən də pis bir şey deyil ki, ola bilər də hamı sonsuza qədər TikTok'ta qalmır ki, hərənin bir dövrü var. Yox, söz verirəm. Bir 4 ay, 5 ay keçsin, Verizan 50 mindən oturacaq. Bax, mən sənə bir səmimi bir söz deyim. Neysə, bunu demirəm, onu mən sənə inşallah bir gün üzbəyüz gələrik, onda mən sənə bəzi bir söz var, onu deyərəm.
De. Özün deyirsən ki, millətə, sevərə deyir, ev alıbsan. Amma bu başqa bir şeydir. Yəni sən də onu deyirsən də. Amma bir dənə söz deyim. Məsələn, Velizar indi bilirsən də 30 gün həbs cəzası almışdı da. Bu adam 30 gün mediadan uzaqlaşdı. Yox idi bu adam. O 30 gün içərisində bir ay müddət var idi. 30 gün müddət var idi. Onda o adam unudulmadı. Amma sənə həmin gün bizə təsir edən ən pis də bilsən nə oldu? O həmin gün o fevralın 2-sində o tutulanda sənə zəng gəldi, sən güldün. Belə. Ağlamalıydım ki, ayrı şey güldü. Mənim üzüm güldü. Mən Yox, nə danışırsan? Biz Azərbaycanın düşmən deyirik ki. Yox, sən nəyinə görə verirsən güllətdir, nəyinə güləcəm ki? Yox, sən sənə o reaksiya gəldi. Hamı o vurğu. İnsanların gözü görür hər şeyi. Sən nə qədər gizləsən ki, mən gülmədim, amma sən o gün Olsun da bayram güldün. zəng eləmişdin. Yox, mən onun qabaqda Sənə yığdılar, dedilər ki, güldü. Velizar yaxalandı, sən güldün. Sən o qaydatıma qaqqıldayıb gülmüşəm. Qaqqıldıb yox. Yəni belə reaksiya elədi ki, bax, insan bədən dili deyə bir şey var. Yeri Baboş. gələndə onunla verirsən mənə sözlər atırdı. Söz başqa bir şeydir. Ay, söz atır, sən də söz at. Sən bəzi elədiyin hərəkətlər var ki, onlar bəzi insan pis gündən sevinməz. Hər zaman. Məsələn, sən bugün kiminsə durub qazandığı nəyisə hesablamağın da heç etik bir şey deyil. Xeyr, o da hesablayır da. O hesabı, o sənə deyib ki, ona gündə nə qədər şey gəlir, nə qədər şey. Sən onu deməli oturursan. TikToku yedim bitirdim. Onda bütün gün oturursan Velizarın canlısını. Mən belə düşünürəm ki, baboş, canım mənim. Mən belə düşünürəm ki, sən səhərdə qulaq asıb. Bu arada əsla mədə əməliyyatına getdim. Mən sizə bir söz deyim. Mən bir gün Bakıya gəl. Mən istəyirəm gəlsin Türkiyəyə, balon atacağım. Sevinç xan bir dəqiqə dayanın, zəhmət olmasın. Mən sənə söz verirəm. Sən Bakıya gəl. Mən səni özüm aparacağım. Sənə gözəl bir kombin eləyəcəm ki, belə dar paltarlar əsla giy. Mən də kiloluyam da. Niyə? Gələcək Türkiyəyə biz eləyəcəyik onu. Əşi nə lazım? Mədə əməliyyatı lazım deyil. Mədə əməliyyatı eləməyəcəyik ki onu. Mənim papa koftalarım var. Mən demədim ki, mədə əməliyyatı eləyəcəyik. Əşi darala bilər də. Onun bütün çekaba ehtiyacı var. Mən onu bütün çekaba siz də özünüzü şeylə böləcək. Bəsdir də bir gözdə daha bazı. Başıma dedi. Bu uşağı niyə əməliyyat riskli? Mən dedim ki, əməliyyat eləyəcəyik onu. Bəs nə? Əməliyyat deyil nədir? Yox, balon əməliyyat deyil. Hə, midə balonu taxdırmaq istəyirsən. Hə, balon atacağım ona. Mən o ola bilər. Komple çekabından keçirdim. Amma bir söz deyim, midə əməliyyatı elədi. Midə balonu elə bir şeydir ki, taxılır. Niyə midə əməliyyatını Velizar da yapıb? Midə əməliyyatı tam başqa bir şeydir. Məmnundur, çox məmnundur məsələ. Bax, baboş, mən sənə deyirəm. Bax, mən əslində səninlə heç bir problemim yoxdur. Mən sənin xəttini çox istəyirəm. Mənim də yoxdur. Yaxşı bir insansan. Sadəcə indi doldururlar sənin yanına, ətrafından, yörəndən. Mən Türkiyəyə getmirəm. Deyən də, indi sən mən bədən dilini çox yaxşı bilən insanam. Mənim ikinci təhsilim, mən psixologiya sahəsində təhsil almış insanam. Mənim 2 dənə diplomum var o sahə üzrə. Mən bədən dilini çox yaxşı bilirəm. Yaxşı, psixologiya təhsil almışsınızsa, mən niyə sənə yaxın yatıram? Onun cavabını sən indi mən də yatmıram səhər. Mən bu TikTok platforması elə bir şeydir ki, insan saplantılı bir şəkildə qalır, ayrıla bilmir bu TikTokdan. Baxırsan, çıxa bilmirsən. O ayrı bir şeydir. Yəni sənə demək istədim odur ki, sən pis bir xasiyyətin yoxdur. Mən sənə gəl Bakıya. Mən səni götürəcəm qəşəng, özüm sənə hədiyyə eləyəcəm. Sənə qəşəng şeydən, Bershkadan, Zara'dan, Plan 1'dən, New Yorker'dən, hər şey qəşəng sənə öz bədəninə uyğun şəkildə. Belə dar şeylər geyinirsən, sonra insanlar sənə absurd olmayan sənə sözlər deyirlər, sən də əsəbləşirsən. Gəl gedək, mən özümə necə kombinlər eləyirəm. Hətta sənə Lacoste'dən də baxarıq. Sənə qəşəng orada. Mən keçən il getdim Calvin Klein'in özümə elə bir dəst aldım ki, gəl görəsən. Amma mən də kilolu adamam. Amma adı necə gözəl qalır mən. Görmüsən yəqin yayınlarda. Sən də Velizar fanlarındansan da canım. Hə, ona görə deyir. İzləyirsən də baboş, hədiyyələrin sayını bilirsənsə deməli izləyirsən. Nəysə, sən Bakıya gəl. Mən istəməyim, örgəyimin nətər kişinin arasına çəkirim, Velizar da deyib. Sən gəl Bakıya. Gedək qəşəng sənə gözəl bir 4-5 dənə kombin alaq. Mən özüm sənə seçəcəm. Bir dəstini mən sənə hədiyyə eləyəcəm. Qəşəng sən dar-dar geyinirsən, sonra insanlar lüzumsuz bir ifadələr işlədir sənə qarşı ki, ay belə məməsi görsənir. Bunlar lazım deyil. Hədə elədir, məndə də elədir, mən əsla dar geyinmirəm.
Ona görə gedəcək sənə daha geniş, daha belə cool bir paltarlar seçəcək. Hər kilo ola bilər də insan, amma qəşəng geyinməlidir, cool geyinməlidir. Səni götürəcəm, özüm seçəcəm. Benlik bu kadar. Bizim yine son dəfə deyirəm, sənin heç bir problemimiz yoxdur. Biz sənin adını onsuz pis mənada çəkmirik. Yəni biz də sənin durub qazandığını hesablamırıq. Heç bizə də maraqlı deyil kim nə qədər. Hər an öz ruzisi, öz qisməti var. Ona görə də sənə də bu həyatda xoşbəxtliklər arzulayıram. Gecən xeyrə qalsın. Çox sağ ol. Bax necə çıxır. Babuş məni çıxarmadım. Hədiyyə gəldi sağ, təşəkkür ederim. Ha, çok sağ olun. Kim attı göremedim. Çok sağ olun, var olun. Aliyev attı. Aliyeva teşekkürler. Çok teşekkür ederim. Sevinç Hanım hələlik. Hələlik iyi axşamlar, gecəniz xeyrə qalsın. Çıxart da məni babuş. Attım. Ay babuş çıxart da məni. Çıxartmışam da ona. Mən buradayım, neden çıxartırsan? Demək ki, çıxartmaq istəmir. Çıxartmaq Yox, istəmirəm. Kocaba bağlantısı onlandır. Deyə çıxdı. Hə, Sevinç xanım. Bəli, buyurun. İndi ha bax gəlim inşallah. Nə vaxt istəyirsiniz? Siz tarixi seçin. Tarixi sizə bağlıdır. Ramazan demişdim bitsin. Ramazan da bitdi. Havalar da uca yaxşılığa doğru gedir. Nə vaxt istəyirsiniz gəlin 2 kişilik. Mənə pasaportu göndərin. İnşallah. Nə yazırlar burada? Sevinç Aslında imkan problem vermədi. Nəyə imkan vermədi Sevinç? Sevinç imkan vermədi. Nəyə imkan vermədi Sevinç? Yəni mən danışırdım əslində Babək bəylə. Sonra o bəyəfəndi qoşuldu. Nəyə imkan vermədi Sevinç? İndi bir neçə günə Bakıya gedəcəm. Mənim indi cüzələrim də çıxıb. Qonşuma hörmət eləyəcəm. Qonşum baxacaq. Zəhti gəlir. Atası deyiləm usta. Gecə o səhərə yaxın kimi. Hə, gəl biraz Bakıda oradan da gələcəm onda. İnşallah. Bəli, sağ pasport atmalı deyilik. Qeydi bilet için atmalısınız ki biletinizi alın. İstanbul'a gidiyorum. Neçə gün qalmaq istəsəz mənə deyin, ona görə neçə gün. Ne bileyim siz 2 gün zaten şey sürəcək, check-up. Bir gün analizlər falan filan, 2 gün içində də cavabları çıxacaq. Hardasa ən azı bir həftə burada olmalısınız. Ən azı. Ha, biraz da kalalım. 10 gün Hani olsun, gəzəlim, belə gəzəlim. deyək, 10 gün olsun. Özüm piyada çıxıb gəzə bilərəm yəni. Hər yerə zaten mən sizə şofer verəcəm, gəzdirəcək sizi hər yeri. Narahat olma o konuda. Teşekkür. Yox, o konuda problem yoxdur. Yetər ki, mənə neçə kişi gələcəksiniz, onun sayını söylə mənə. 2 kişi. Ki, əvvəlcədən bilməliyəm ki, randevu alım xəstəxanadan da sizi check-up eləyək. 2 kişi. Mədə balon ağrıdır. Bir gün ola bilər. Bir gün, uzağı 2 gün belə bir rahatsızlıq verə bilər. Mədə bulantısı, ürək bulanma falan verə bilər. Amma ən azı 20 kilo arıqlayacaqsan. Balon atsaq ən azı 20 kilo falan arıqlayacaqsan. Və sonra balon çıxarda bilməyəcəm. Yox, biz çıxardacağıq yenə. 8 aydan sonra biz çıxardacağıq. Ya gəlib, ya Azərbaycanda çıxardarıq. Mən gəlib gedirəm o ayda bir dəfə Azərbaycana. Ya Azərbaycanda çıxardarıq, ya da yenə də bileti alarıq, gələrsən burada çıxardarıq. Bilməmək nə qədər qalacaq o balon mənim üçün? Ən azı 8 ay qalacaq. 8 ay kimi də quruyub çöp olar onun üçün. Yox, olmarsan. Görsək ki, arıqlama surəti çox gedir. Yəni hızlı şəkildə arıqlasan çox çıxar. Daha çox zamanda o 8 bir illik, 8 ay 1 il müddətində olan bir balon atacağıq sənə, 8 bir illik balon. Tez arıqlasan, baxsaq ki, surətli gedir arıqlama, tez çıxardarıq. 8 ay gözləmərik. Arıqlama müddətinə baxacağıq, onu takip eləyəcəyik. Bu dəqiqə neçə kilosuz? Hal-hazırda. Boy nə qədər? Boy nə qədərdir? 1.80. 1.80 kilo 135.
Hə, məncə mədə küçültməyə ehtiyac yoxdur. Balon yetərlidir. Əməliyyata ehtiyac yoxdur məncə. Balon atarıq, baxarıq. Allahım, arıqlayacağım artıq uşaqlar. Demək eləyək sizi. Bunları arıqlayacaq Sevinç xanım. Ümumiyyətlə gözəl bir formda olacaqsan. Təşəkkür. Bədən quruluşu çox gözəl olacaq inşallah. Yes. Bir də Arıqlayacağım artıq. başqa bir check-up, Çatlayın. ümumiyyətlə check-up'dan keçirdəcəyik sizi burada biz. Check-up'dan sonra qərar verəcəyik ki, nə edəcəyik. Balon mu atacağıq, mədə mi küçüldəcəyik, amma məncə mədə balonu yetərlidir sizə. Yəni çünki sizə 20-25 kilo arıqlamaq yetərlidir. Yəni 40-45 kilo arıqlamağa ehtiyac yoxdur sizin üçün. Check-up'larınızı da eləyərik komple. Hər şeydən keçirdəcəyik, ondan sonra qərar verəcəyik burada və hep bərabər. Heç nə. Siz sadəcə mənə bileti, pasaport göndərəcəksiniz, bilet alacağıq. Burada da mən sizi qarşılatdıracağım inşallah. Hər şeyinizi təmin Danışdığım sabah. Xeyr, qoy. New life. Həddini bil. Anlatmır. Sevinç xanımla nə vaxt onunla danışmışdıq. Deyirdi ki, gəl. Kim deyir ki aldadır? Burada yazar ki, alladır. Niyə Nə aldadır vaxt onun ki? demiş ki, havalar açsın. İndi havalar. Hələ mən Batumiyə də gedəcəm Gürcüstana. Leyla xanım dəstəkçi Valla var. biz O da uzun deyir ki, zamandır sən- təklif eləyirik, sadəcə özü Uzun gəlməz. zamandır, neçə ay bundan qabaq. Mən də dedim ki, qoy biraz havalar istilənsin, soyuq ayda nəyə gedir? Bu həkim bu saatda niyə yatmır? Tamam, siz niyə yatmırsınız? Biz yatmırıq. Siz niyə yatmırsınız? Peki yuxusu qaçıb? İlisiyə suallar verirlər ki. Aynur xanım, mən gedəcəm. Sonra da Leyla xanım var, dəstəkçi. O da məni Ayşə xanım, çox təşəkkür edirəm. Batumiyə göndərəcək, Gürcüstana. Gedib orada gezib papasım, heç nə istəmirəm. Sonra gəlib otur tuyuğumu cəm saxlayacağım. İnşallah İndi mənim gəl. mədəmə balonda qoyduranda mən ördək yeyə bilməyəcəm. Yox, yeyə biləcəksən, amma miqdarında. Bax, belə bir şey deyim. Əvvəl belə deyək də, yəni məsəl olaraq deyirəm. 10 qaşıq yeyib, məsələ atıram ki, məsələ plov deyək. 10 qaşıq yeyib doyurdunsa, aynı doyma hissini bir qaşıq yeyəndən sonra yaşayacaqsan. Məsələ 10 qaşıq yediyin yeməyi yeyib doyursan ha. Onu bir qaşıq yeyəndən sonra yaşayacaqsın o hissi. Doyma aktını. Yəni eybəcər olmayacam ki, izləyicilər mənim çox Ona görə deyirəm ki, balon ataq. Mədə küçültmə eləsək sənə daha çox arıqlayacaqsan. Çox arıqlayacaqsan mədə küçültmə eləsən. Mən sənə. Ona görə sənə balon ataq ki, daha çox arıqlayamayasan, amma 6 və ya 8 ay içində də balonu geri çıxaracağıq. Geri çıxarandan sonra o da arıqladığımız, zaten biz takipdə olacağıq, danışacağıq. Hər gün nə qədər getdi, neçə qram getdi və ya həftədə bir dəfə danışacağıq. Bir həftəyə Topuş bacı mədə əməliyyat eləyib öldü. Yazdakı Topuş bacı öldü. Yox, Mən ondan balonda ölmədi. O da qoydum. mənim xəstəm olub, yəni bilgin olsun. Hətta mənim haqqımda sosial mediada saçma sapan yazdılar. Mən onu qəbul eləmədim əslində. O mənim xəstəm olub əslində. Yox, ondan vəfat etmədi. O başqa bir şeydən vəfat etdi. Onun ginekoloji Yox. O ginekoloji problemi vardı. Ginekoloji bir xərçə xəstəliyindən vəfat etdi. Onun bizlə əlaqəsi yox idi. Yox. Topuş bacı ondan vəfat etməyib. Çox yanlış bir informasiyadır. Ondan vəfat etməyib. Tamamən başqa bir şeydən vəfat etdi. Baxsa sosial mediada bizim bərabər şəkillərimiz də var, fotoğraflarımız da var. Mən onu qəbul etmədim əslində. Çünki onu olmaz idi mədə küçültmə əməliyyatı eləmək, amma getdi başqa bir həkimə elətdirdi. Amma onunla əlaqədar deyildi. Onun ginekoloji kanser xəstəliyi var idi. Yəni onkoloji xəstəliyi vardı, ondan vəfat etdi. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Ay uşaqlar, mənə deyirsiniz arıqlayın, İndi yazırsınız ki, getmə, belə yaxşısan. Aşağı, mən də arıq olmaq istəyirəm. Qobruz paltar mənim olsun. Yox, yaşına görə, gəlin belə deyək də, bax, gəlin belə danışaq da, bəzən kilo insana görkəm olaraq yaxşılıqlıq, yəni gözəl göstərə bilər, amma sağlamlıq baxımından şu an indi Babək bəyin neçə yaşındasınız? 30.
Hə, 30 nə yaşdır ki? 30 yaşa görə əslində sağlıq problemi var əslində. Yəni bu baxımdan getsə şəkər tapacaq, tansiyon tapacaq, təzyiq xəstəliyi tapacaq. Onun qarşısını almaq lazımdır. Görkəm olaraq çox gözəl görsənə bilər. Amma bunun sağlığı çox önəmli deyilmi? Görkəm mi önəmlidir? Yoxsa sağlıq mı? Amma çox eybəcər olacaq mənə Sevinç xanım. Denən niyə ki, arxam mənfi görüb deyil. Yox, olmayacaqsan. Mən sənin öncəki arıq vaxtlarının kayıtlarına baxmışam, heç də olmayacaq. Önəmli olan sağlıqdır. Sağlıq mı önəmlidir, görünüş mü önəmlidir sənin üçün bu dəqiqə? Yox, mən üzdən çox arıqlayışım da. Üzdən arıqlayım deyib İndi mən sənə bir sual verirəm. Sağlıq mı sənin həyatında önəmlidir, yoxsa görkəm mi? O eybəcər olun. Sağlıq. Yox, bu qədər. Ona görə də sağlıqdan dolayı yəni mütləqdir. Çünki mən izləyirəm sənin gün içində yediyin yeməkləri, bir də saat problemin var sənin. Geç saatda yeyirsən. Telefon evdə gəlib. Qoy görüm. Gəlsin. Niyə yazmırsan ki, mən qoş? İndi baxıram misafirlərə. Salam. Salam. Sevinç xanım. Bəli. Bu niyə danışmır? Niyə danışmırsınız? Mən telefon evinə salam verirsiniz deyə sustum. Bildim, telefon evindənəm. Niyə danışmırsınız? Telefon evi, buyurun. Orxan dayı şey atmışdı, o baxım görüm. Orxan yəqin yatıb. Telefon evi. Qoyun, o bir yatıb ay Allah. Misafir istə yatıb, ona görə deyirəm. Doktor deyirlər. Deyirlər doktor çıx, bu sizi saymır. Niyə ki? Burada yazırlar. Orxan! Orxan yatıb da. Gözən geleyim ona. Demək. Yəqin öncədən göndərib, əli dəyib. Türkiye'nin harasındası? Türkiye'nin İstanbul. Bax, İstanbul. mən sən gelirəm, bax, saç şey oldu. Dişim xoruldu. Orxan, mənə misafir atmışsan, xorultunda götürüb oranı. Kayda da düşdün. Misafir istəyə atmışsan mən də səni qoşdum, hamı da qırıldı, baxdı, xorultun götürüb aləmi. Kayda da düşdün. Atacağına, bax, bu dəqiqə mənim misafirimdəsən, bax. Xorultun götürüb aləmi. Digit düşdün kayıtlara, digit. Sən hamısa güləcək. Açdı. Yatmışım şey. Necə olub pəs göndərib? Ne bileyim, yəqin əldə etməm. Yatmadan əvvəl göndərib yəqin ki. Mən bura necə qalxmışam mən baba? Salam xan. Salam, necəsiz? Yatmadan öncə göndərib. Xorultun aləmə. Aləmə gedir deyə, aləmə. Dikura. Kayıtlara bizdə. Sizler paylaşacağım birinin statusunda. Doktor, siz necəsiz ay doktor? Sağ olun, teşekkür edirəm. Siz necəsiz? Sağ ol. Buna ağıl verməyə çıxmışsınız bura. Yox, Nə? uzun zamandır dostuq Babək bəylimlə. Mən gedirəm Orxan. Türkiye'ye gəlir, mədə balon atacağıq ona inşallah. Tam toplananların yerini dəyişəndə cəm dəyişmir, başa bunlar. Yox, niyə ki? Valla dəyişmir, nə qədər etsən. Niyə, olmaz ki qəşəng enerji verəsiniz. Niyə pis enerji? Nə qəşəng enerji verim, kimə verim? Neçə vaxt tanıyırsınız bunu? Artıq 7-8 ayda tanıyıram. Mən bu neçə ildə o enerjini verirəm buna, deyib çatmır ona. Siz alıb eləndən sonra mandarin yan adamdır. Nə olsun yiyəcək, amma bura gələndən sonra mən ona balon atdıqdan sonra yeyə bilməyəcək. İstəsə də yeyə bilməyəcək. Nə verəndən sonra?
Mədə balon atacağım ona. Mədə Ağzımın nə? içindən salarsınız ay Sevinç xanım o balonu. Necə? Hardan salmalıdır? Ağzımın içindən salarsınız yoxsa buramı yarıb qoyarsınız. Yo, yarmayacaq, ağızdan atacağıq. Bana narkoz verməyəsiniz. Narkoz verəcəyik, narkoz verə-verə ağızdan. Belindən soğacaqlar. Ay Sevinç xanım mən qorxuram yenə də. Siz onu hiss eləməyəcəksiniz axı, yatacaqsınız, yastıracaq sizi. Nozu ilə vuranda budumdan vurasınız o vaxtlar. Heç nə hiss eləmir, yox, qolundan vuracağıq. Mən qabaq qırıcam vardı. Qırıcamdan əməliyyat olunub budumdan vurdum. Heç nə hiss eləməyəcəksiniz, bilirsiniz, heç nə. Onda bilsən ayırsınız, sayarsınız. Gör məni çəkim sayıb. Hamısını video çəkib sizə sonra göstərəcəyik. Yox. 1, 2, 3, 4, 5'e çatmayacaq. 5'e çatanda yatacaqsınız. Orxan Bey, niye gülürsünüz? Ora balondan başqa nə istəsən sala bilərsən, qalsın çalsın. Yox, biz qanuni şəkildə ciddi olaraq nədirsə onu eləyirik. Biz başqa bir şey eləyə bilmərik. Siz nə həkimsiniz ay xanım? Mən obezite cərrahıyam mən. Mədə küçültmə, mədə balonu. Kök insanları arıqladırıq biz burada Türkiyədə. Doğru, halal da Allah. Biz sizinlə danışmışdıq telefonla bağlı əslində. Allah. Get də nə görsən, get kiçit də. Su boçkası ol, çənlə. O rayon yerlərində. Bilirsiniz necə yaxşı olacaq? Həmdən İnanın su çənləri. ən azı 20-25 kilo arıqlayacaq ən azı. İnşallah. Mən Babək müəllimə deyirəm ki, sağlıq hər şeydən, görünüşdən çox önəmlidir, doğrudan önəmlidir. Bugün bizim millətdə belə bir karakter var. Görünüşə çox önəm verir, amma görünüş önəmli deyil, sağlıq daha çox önəmlidir. Niko yazır ki, Babək qoşalaşaq gedək. Getsin ki, Niko, sən darıqlıdana bu boydasan. Gəlsin, valla mən danışmışdım, onlara da yazmışdım. Biz danışmışdıq onlarla da. Gəlsinlər, valla gözüm üstə yerləri var hər zaman. Mən ümumiyyətlə Türkiyədə yaşasam da mən sevirəm. Mən Azərbaycan xalqıma, Azərbaycanlılarıma hizmət eləməkdən məmnun Velizar olurum. arıq da, o nəyə ehtiyacı var? Velizar zaten mədə Ooo, küçültmə məndən əməliyyatı kök olub. olub, ona kök diyorlar. Yox, Velizar zaten mədə küçültmə əməliyyatı olub. Bir də Velizar Türkiyədə çox tanınmış biri idi əslində. Yəni mən 8 ildir burada Ay, yaşayıram. xanım. İndi mən Velizar kimi olacağım, elə arıqlıqda. Velizar pis olub ki, nə gözəl olub. Çox qəşəng olub Velizar məsələn. Yox, o mədə küçültmə olub. O mədəsin küçüldüb. Mən sənə balon atacağam. İstəyirsənsə mədə küçültmə olsaq daha gözəl olar. Yo, Sən sadəcə əməliyyat olmaq istəmirsən. Əməliyyat olmaq istəsən səni mən əməliyyat eləyərəm əslində. Sadəcə istəmirsən sən. Səni gəl balon ataq, baxarıq. Baxsaq ki, xoşuna getmir, sonra mədə küçültmə eləyərik. Yox, mən sadəcə deyirəm ki, elə olmaq istəmirəm də, çox arıqdır o. Də vermək lazımdır. Yox, ona yaraşır da, amma ona çox gözəl yaraşmır. Çox gözəl yaraşır amma. Yox, Velizara mən bir həkim olaraq deyim ki, Velizara çox gözəl yaraşır. Hanım, buna Çox yaraşmıyor gözəl. bu arıqlar. Yox. Ona çox gözəl. Ay, telefonu yox, mən də keş arıq olum da. Ay, sən ölsən yaraşmır. Paltar geyinim də, nə olub, nə Elə niyə deyirsiniz, bax. Bax, sizin Allah haqqı yaraşmaqla, yaraşmayacaq. Orxan O bəy. xanım, şeyə baxmısınız Sultan Süleyman'a. Bax, indi mən də sizə bir şey deyim. Baxmısınız xanım Siz Sultan Süleyman'a. baxmışam. Bax, siz görünüş olaraq deyirsiniz. Ha, orada sümbül Amma ağa sağlıq- var. Bax, onu oxşayacaq bu. Olarmı bir tərəfdən də sağlıq baxımından baxarsınız. Siz bağlı sağlıq. Niyə özümüzü alladırıq? Yaraşmır axı buna. Yox, amma sağlıq, Ha, bu barədə olar. sağlıq, amma qaraciyər piyləni, kalp piyləni, tansiyon var. Bax, Sevinç xanım, şəkər var, sözünüzü kəsirəm. Ay, Sevinç xanım, sözünüzü kəsirəm. Qoy bir dənə, bax, Allah haqqıma deyirlər ki, niyə gedib paltar almışsan? Gedirəm, bax, ürəyim istəyən paltarlara, ispartımlar görürəm, ürəyim gedir. Əynim olmur, çip dar. Gətirirəm o qoca çip paltarları, ona görə mən gedib ala bilmirəm. İşte bunun hamısı da psixoloji Damdar problemdir. olur. Bax, bunun hamısı da psixoloji problemdir, doğru mu? Qoy mən də arxım geçək geyinimdə, qoy mən də geçək paltar. Günə qədər paltarlar alacağım onda. Sən arıqlayandan sonra bütün qardırovunda olan paltarları atacaqsan.
Ay baboş, hadi qulaq as, söz deyirəm. Sən deyirsən mən gedirəm damdar alıram. Sən niyə gedirsən bədənini yapışan alırsan? O qədər sən misal sən oversize paltarlar geyinə bilərsən də. Oversize paltarlar. Oversaç iş nədir? Oversaç gedirəm oraya oldu. Bax, Əşi bəs mən deyirəm ay Bax nə gözəl geyinir. Yanlarda mənim əlimə Boş paltar. pozlar ay da qulaq as, bax. Bax onun da kilosu var amma gözəl geyinir. Ben onu deyirəm də Sevinç xanım, kilolu olmaq önəmli deyil, özünə yaraşanı geyinmək önəmlidir. Sən özünə yaraşan paltarları geyinmirsən, sən çox dar paltarlar geyinirsən, ona görə də insanlar tərəfindən çox pis qarşılanırsan. Qırmızı keçində də bir şalvar geyinmirsən, qaldırmısan qarnının üstünə, qırmızı koftanı büsmüsən üstünə. Bilirsən necə qıraqdan pis görsən. Bu Orxan aldı onu. Əş Orxan alıbdı, Orxan aldığını geyinmədi. Get öz aldığını geyin. Get sən görmürsən. Orxan alıb deyəndə ki, Orxan deyirsə qaldır qoy ürəyimin başına. Ay Əliyeva, çox Oo. təşəkkür ederim. Ədə Orxan deyib də Orxan misal sənə yaxşılıq eləsin, Orxan onun pulunu Ay sənə Niko verir. qaldırır qoy mədəsin başına. Orxan nəyinə Hətta sonra? mən onu deyirəm də, eləmə onlar. O qədər pis ki, bir də ki evdə geyinin paltarlar da yaxşı deyir. Bir qardırobu yenilə. Vallah gələcəm o bərdiyə. Sənin o bütün paltarlarının hamısını götürəcəm, yandıracağam. Sənə gedəcəm hamısını daha belə kaliteli. Yığmısan illərdir pullar. Qardırobu dəyişəcək. O illərdir yığdığın pullar bir gedək xəştəyə sənə bir paltarlar alaq. Qab-qacaq aldım. Niyə alıram da mən? Əşi qab-qacaq aldığım bəsdir ki, onun qız evlənəcəksən də, evlənəndə qız cehiz gətirər. Niko Gedək sən- amma arıqlayandan sonra geyinəcək. Qulaq asın, söz deyirəm. Mədə balonu yaxşı bir şeydir, amma Sevinç xanım, mədə balon belir ki, bir müddətdən sonra yenidən baboş eləcək kənddə yaşayan adamdır. O yenidən toyuq Yox, mən onu nəzarətdə iyisi gələcək. O Nəzarətdə toyuqçucanın, Yox. o beçənin iyisi gələcək, o onu yeyəcək. Bir qonşudan onun iyisi gəlir, o deyəməm. Yox, nəzarətdə saxlayacağıq da. Biz hər Qulaq zaman asın, nəzarətdə. Sevinç xanım, o danışanda belə onun ağzının qırağı sulanır, görmürsünüz? Onda mədəki şütmə eləmək lazımdır ona. O da hələ göz büyük, amma ola bilər, o da ola bilər. Bəs Mən deyirsən, deyirəm ki, Ədə, Niko bəy, deyirsən Velizarı arıqlamaq yaraşmır. Velizar yaraşır, arıqdır. yaraşır, çox Hə, gözəl. yaraşır. Bəs sən deyirsən mən də arıqlamaq istəyirəm. Arıqlı elə qəşəng yoldasın. Yo, Velizara çox Yox, gözəl. onun kimi arıq olmaq istəməm də. O İndi şəkildə sən o hər- isbatını bax. görmüş. Yo, Yes. çox gözəl yaraşır. Çox arıq, gembol o, gembol geyinir. Mən Velizarı Türkiyədə olandan tanıyıram. Bu Çox can gözəl verir. yaraşır. Orada cins gibi, o cins ona yaraşır. Gembol. Hə. Yo, yo, Oversize bəs oversize Bütün paltarlara paltarlar yaraşır. elə olur da. Məsələn sən bədənin uyğun. Mən sən seçəcəm paltar. Orxanın alarıq pulunu, sən paltar. Orxan verərsə sən bizə pul, gedərəm mən baboşa qəşəng dəstər verir? alarım. Sən verdin, nə olar ki? Gəlin Bakıya görüşəlim. Mən Bakıda deyiləm axı. Sən ev yox, Bakıda Gəl belə uzaqdan da. deyək də, Ay, Sevinç xanım, bir dəqiqə Niko, mən deyəməm. ona Orxan, arıqladım, ona görə Orxan, bir dəqiqə paltarı. Sevinç xanım, üzr istəyirəm. Orxan, sən niyə elə danışdın? Elə uzaqdan da hər şeyləri həll eləmək olur. 2 dənə belə qudokun üstündə basırsan Yenə həll edirsən. verdilər Orxan Rəsxodu ya. Yaxşı, O var, mən o nə var, boş sizdə ya. nə qədər, neçədir ki paltar? Misal mən alıram, misal Calvin Klein'dən almışdım dəstimi, 734 manat almışdım. Nəyi? Və dəstimi də qəşəng. Dəst. Pakrival, yorğan döşək. Yedisi nədir ha? Hə? Mənim Musa başı 50 manat, 20 manat Və ona görə belə geyinirsən də, ona görə hamı səni lağ keçir. Niyə özünü yeyib harasa pulu harasa yığırsan. Xəşdə də bir xəşdəki yerinə təzədən gəlsin də canım mənim. Xəşdə deyəndə ki, sadəcə razmer məsələsi var da. Razmeri Vallahi biraz mən bir böyük söz deyim, almalıdır. Allah haqqı mən də razmer geyinirəm. Ay baboş, Siz bax misal. vücudunuza görə geyinirsiniz. Hə, Siz bax, misal bədənimizə görə şeydə geyinirsiniz. bax Bershkada var endirim 119 manata şalvarlar var. Sən 44 razmer geyinərsən şalvar. 114 manata şalvar alarıq. Nə bilim 210 manatlıq belə qəşəng cəketlər var. Onlardan alarıq. Nədir? Var da pulun. Elə danışsan gəlib pulun yoxdur. Demirəm maşından verirəm, varımdır. Hadi varında bir dəfə qardırobu yenidə bir 2 il 3 il bəsdir sənə. Nə vaxt Orxan, sən bir 1K hazırla, baboş aparaq yeniləyək. Bir kar nədir? Amma sağlığını yeniləyə biləcəksiniz. Sağlığını da yeniləyəcəyik, Necə demirik gəlməsin. yeniləyəcəksiniz sağlığını? Bax o balonu taxanda zaten o getsin yeni balona da. İndi Baxın, Türkiyə məsələ Velizar, balona gəlsin. məsələ mədəki şütmə olur. Sevinç Məmnun xanım oldum, balona çox gəlsin. məmnunum. Mən demirəm o balona gəlməsin. Balona Yox, gəlsin. məmnundum, Bütün məmnun balon elədi deyildim. ki, Yox, sual balonu verirəm qoydu sizə. bir ay Sizin sonra yanınızda arıqlamır siz ki daha bu yaxşı Türkiyəyə gəl. Bəs onu deyirəm. İndi bu Türkiyəyə gəlir. Azərbaycanın tanınmış TikToker olduğu üçün en azından bir hava limanı gedəndə deməsinlər. Ay Allah bu hardan gəlib? Bir kombinli Yox, qəşəng eləyək. deməzlər. İnsanların ağzı bağlamaq olmur ki. Geyiminə deyirsiniz. Hə Yəni. də geyimini deyirəm. Geyimini düzəltsə inan Allah ki bu kompleksləri olmayacaq. Nə geyim sənin dəyinmə baboş?
Hə, dur ayağa bir baxaq sənə boydan. Dur da lan. Şeysən bütün günü fırlanırsan da orada camış kimi. Baxın bir Dur daha. hələ. Dur sən canım baxım sənə. Görüm nə geyimsən. Görüm sənə görüm necə bir tərz eləyir. Yenə o yamaxlı şort geyimsən, o cırıq. Yo, bu sefer şortikler tutmuşam. Nə geyimsən? Ha? Şalvarla deyilsən. Hadi dur baxaq da şalvar. Görüm necə bir şalvar geymişəm. Sən mənim ölmüşüm. Dur. Bax, oy bütün ətləri biz bol halda bəsdir. Bunu vermək lazımdır Bu kalbazı ayda nasıl kombinasına. nedir? Kurumuş olacağım. Qurumuş İnşallah olur, mən onu bilmirəm. arıqladıb göndərəcəm, ondan sonra danışarıq belə yenə. Bir sola get, sola. Bax bu olmaz. Baboş. Yana Bu belə. dön, yan dön, yan. Ay sağ ol. Bax, kompleksi olan bir insansansa, Benim boyun pukunum da var sana. Boyun pukunum qulaq da as, sən bayaqda cəmaata üçün 30 yaşın var. Hadi harda 30 yaş? Sən 5 ildə 30 yaşdan yuxarı qalxmırsan. Bu arada ben 5 yıldır TikTok'tayım, onda 26 yaşım var. Hadi yaxşı. Neçənci sən- ilsən Babək? Neçənci ilsən? Ben 95. Tezdir neçənci ilsən ay bəy? Tezdir. Neçənci ilsən? Neçənci? 95. Yox, neçənci ilsən? 95. İlin nədir də? İlin bu bürçlərdə il olur. Hansı ilsən? Əkizlər bir ki ya. Bürç yox, il. Hə, camış ili. Neçənci ildə doğulmusan? Deyən 95-ci il hansı il sayılır? De görək. Camış. Bax Orxan, sənə bir söz deyim. Sən də biraz kobud danışırsan. Baboşla elə niyə danışdın? Baboş tanınmış insandır. Onun elə danışmaq olmaz. Niyə? Elə desə xətrinə deyər. Sonra o özünü yemək zat yeməz. Nə eləməz? Yemək falan yeməz. Bir də o sifətinə bax Niko. Baxıram. Qulaq as, sən üzün niyə səpmişdi sən həqqi? Çox elə bunu deyir. Mandarin yiyəndə indi olur. Hə də yəni subtropik İndi gələndə inşallah onun hamısını check-up'dan keçirəcəyik buradan. check-up'dan Birdən keçsə də hamısı. subtropik meyvələrə onun allergiyası var da, yəqin ona görə. İşte o- Məsələn, mən o- də portağal yeyə bilmirəm. Heç vaxt portağal yeyən kimi mən Portakal da yiyəndə olur. mən portağal yeyən kimi mən allergiyam olur. Subtropik meyvələrə qarşı yəqin metabolizması güclü deyil. Aynen. Buna şey lazımdır. Aynı. Bu belə deyirsə, bu özü insan özünə həkim olmalıdır. Ya Allah'ın dostu. Elə hamı olsun. İşte ola bilmir də. Məsələ odur. Bax, işte məsələmiz odur ki, insan özü Orxanə özünə çəldi olmalıdır. Bu tanısın, insan ay ola bilmir öz özünə həkimi. Nə? Orxan neçədir tanısı? Sevinç xanım bir söz deyim. Bəli, buyurun. Bu baboşu mən gətirəcəm şeyə. Türkiyəyə gəlsin o orada qəşəng mədə balonu tax. Mədə balonu taxsa da mədə balonu taxan kimi bir ay arıqlamırsan ki, bir minimum 6 aydan sonra 6 effektini ay, görsən. aynen. 6-8 ay arası. Hə, o da arıqlaya 5 kilo, 3 kilo, maksimum mədə Yox, balonu 15-20 maksimum kilo arıqlayacağım. maksimum mədə balonu sənin 15 kilo arıqladacaq. Çox arıqlatmayacaq. Bax, əgər 15 kiloya Biri görə istəmir çox arıqlamaq. Allah'ım. Yani şey olacağım. Peki o istəsə mən ona mədə küçültmə eləyərəm. İstəmir. Mədə küçültmə də olar. Əgər onun Yo. Sadəcə çox arıqlayacaq. mədə küçültmə də var ki, Ay Niko, məni belə toppuş sevibləri. Başa düşürsən, toppuş xoş deyirlər. Yox, topuş sevə bilərlər səni, sənin sağlığın bəs. ay baboş qulaq as, istəyirsən səni aparaq biz Velizanın həkiminə. Türkiye'də də o Hə, məhkəmə. Nahar Şahçı mı? arıqlamaq üçün. Sevinç xanım arxladı. Misalda gör, əgər elə çəkinirsənsə, misal deyirsən ki, bilmirəm falan, istəyirsən güvəndiyin misal başqa. Yox, güvəndirəm. Mən mədə əməliyyatı eləməyəcəm, ondan qorxuram. Əgər bax bir şey istəmirsənsə eləmə. Bax mən 100 nəfərlik mədə balon. Deyirəm mən belə, mən insanlar belə sevir. Mən kiminsə sözünə görə, mən nəyəsə görə durub özümü heç vaxt çəkimardım. Bəs Qulaq as. paltarda yaraşmır Bax, xaim. bax, Siz sən də bax, eləyə bilərik, Niko bəy, sizə də eləyə bilərik. baxın, bir söz deyim sizə. Mənim bir xasiyyətim var. Mən illərdir bunu dəyişdirmirəm. Mənə qıraqdakı insanın sözü heç vaxt maraqlı olmayıb, olmayacaq da. Çünki mən özümə görə həyatımı yaşayıram. Bugün mən çıxıb hardasa nəyisə edirəmsə özümə görə edirəm. Mən sabah yıxılanda mənə gəlib o mənə pisləyən insanlar var. Xəstəlik canıma keçəndə onlar gəlib mənə dərman verib kömək eləməyəcəklər. Mənə xəstəxana aparmayacaqlar. Ona görə də sən necəsən, özünü necə xoşbəxt edirsənsə elə ol. Yadları olan, yadların dediyi sözləri, kimlərin nəsə dediyi ifadələr heç umursama. Çünki həyat sənin həyatındır. 5 günlük, 3 günlük dünyadır. Yaşa həyatını, ye, iç. Bu kiloyla davam eləməyi doğru bir şey mi? Yox, Ay
Sevinç xanım, indi bir söz deyim Sevinç xanım, xətrinizə dəyməsin. Yo, mən xətrimə niyə dəysin? Baxın, sizə bir söz deyim. İndi sizin sferanız təbii ki, bu obezite ilə məşğul olan bir sahədir. Siz təbii ki, hal-hazırda öz sahəniz üzrə burada çıxıb danışacaqsınız. Hətta insanları ona sövq eləyəcəksiniz ki, gəlin siz bunu eləyin. Yo, ona görə Yəni demək istədim odur ki, bir insan necə xoşbəxtdirsə, o insan onu istəmirsə, inanın ki, Bəlkə onun Babək müəllimi mən uzun zamandır tanıyıram deyə. Baxın, müəllim Bugünə sözünün- qədər bax, ona soruşun. Niko bəy, bir saniyə məni dinləyə bilərsiniz. Özünə soruşun, dəfələrlə telefonla danışmışıq. Nə mənada 50 dəfə deyirəm? Mən demişəm ki, mənə sizə canlıya qarşı bağlama. 50 dəfə demişəm. İstəmirəm demişəm. Mənə canlıya bağlama. Mənim sizə qarşı bir şeyim yoxdur. Yəni demək istədim odur ki, yəni bu insan baxıram ki də mən bədən dilini çox yaxşı bilirəm də. Babək hal-hazırda heç o mədə balonu da istəmir. Yo, Biz onu məqsud eləmirik ki. Ay sən sadəcə arıqlamağı bilsən nəyə görə istəyirsən? O insanlar sənə desin ki, ay baboş nə gözəl olub. Velizar kimi istəyirsən ki, biraz arıq ol. Gəl indi etiraf elə. Velizar kimi kombin elə. Velizar çox arıqlı. Onun kimi o Velizar çox arıqlı. Velizar Yox, kimi Velizara kombin çox elə. gözəl yaraşıb amma. Yox. Çox arıq olmayın. Mənim bax qarnım olmasın, Çox döşüm gözəl olmasın. Bax, indi Babək gəl Qarnım düzgün danışaq. olmasın, döşüm Yox, olmasın. Babək, Velizara bax, gözəl burada- Altı rəngimə qəşəng Bax olur. burada Mən sıxat Velizarı Yox. Türkiyədəki devrindən tanıyıram. Türkiyədə yaşadığı devirdən tanıyıram. Velizar çox gözəl olub. Çox gözəl olub. İnanılmaz Xeyr, olub. çox vaxtı qəşəng olur. Yox, Qayıtlar yox, qabağına yox, yox, yox. O, bu həqqi Burada- Orxan burada fikir qarşı verirsən. Orxan fikir versin. Baboş həqqi Velizarın fanatıymış ha. Keçmiş kartlarına da baxın. Niyə qabağıma çıxdı ki, TikTok deyil. Olsun da hər bir insan kimisi onu paxıllığını çəksə də onu çox istəyə bilərdi. Nə var ki burada? Mən şeyim var baxılım, mənim də şeyim var da. Yəni, Axıllığın çəkirsən? mənim də şeyim var da, Niko. Velizar nəyə var, mənim də var. Bəs biz sən deyirik sən yoxdur. Tək ki daha çox olsun. Bizlərə görə deyirsənsə, gedər ay qız bu gözəllik sada qalmasın eşitmirsə, yəni kütlədirsə o da düşəcək. Yəni heç kim əbədi qalmır. Biraz baxır, çıxmaq çıxır. Təbii ki, heç kim əbədi qalmır. Bu çox düzgün bir ifadədir. Amma sənə bir söz deyirəm ki, sən yenə dediyim kimi heç kimin sözünə önəm vermə. Sən özünü necə xoşbəxtsən elə yaşa. Mən Arıqlamaq istəyirəm. arıqla ye, sən kimsə demir arıqlama. Amma paltarlarını çeyləməsin, Orxan sənə pul göndərəcək. Gedərik sənə qəşəng paltarlar seçərik. Orxanı içədi tanıyırsan? Orxan mənim dəstəyim. Niko yaxşı be məndən ya Allah. Orxan pul göndərəndən sonra özü də gedib ala bilərdi. Siz niyə getsin alsın ki? Xeyr, belə ola bilər. Qulaq as, hə. Biz gedərsik, patkirəşik şeyə, Aha. nəyə oversaziyə ki, Oversize mağaza deyil. Oversize paltarın stilidir. Orada gedirik, sən istəyirsən oversize model paltarlar seçirsən. Modeli. Oversize mağaza deyil. Yox, oversize mağaza. Beyaz Oversize mağazaya gedirik. paltarın modelidir. Yəni daha geniş formada, daha İşte dolu sallanan. yəni daha da arıq olsan da S razmerdir, amma oversize S'dir. Yəni sənin çiyinləri sənin üstünə oturur, amma geniş modeli oversize deyilir. Hə, davam elə. Bezara nədir? Zara markadır, bəli. Markadır. Marka öyle bir şeydi. Ben Ay baba, sən özünü elə aparırsan ki, elə bil sən heç nədən xəbərin yoxdur. Sən hər şey İmam haqqı bilmirəm Allah'ım. Bəs ona görə deyirəm də bu xəşliyində ay baba çıxın bir insanın içinə, bir çıxın formalar. Arqadana mən hara gedim, mən Bərdili yaşam. 250 dəfə Bakıya gəlmisən, Targovi tapçıqa ilə çıxırsan. Elə eləmə də daha belə şeylə çıx, cool çıx. Tapçıqa, böyle şəpit, yayda şəpit giyinir də. Sən corabla geyinmişsin o şəpiti. Bilsən necə şey vulqar görünürdü. Peki. Elə bir kanala düşüb hə. Nahar mən dünya gözüm. Dünya görüş format deyil. Dünya görüşün ola bilər ki, misal sən indi Bərdədə yaşamısan, sən ətrafında insanlar elə geyinibdi. Gəncədən də gedib özü orada yaxınlığında gənc. Türkçəyə deyilik etmişdim, şəpitlə. Ona görə də bax, Allah haqqı. Mən indi səni nə edəcəm? Sən Bakıya gəl. Orxan demirsən, Orxan pulunu verəcək. Gedək Orxan pulları ilə sənə keçib paltarını al. Orxan